Siz Olmadı da, mən çıxım gedim efirdən. Yox, siz deyirsiniz, müzakirə eləyirik. Lütfen, lütfen. Bir saatdir birbirimizi işte mən dinleyelim. 5 dəqiqə tamam olmadı danışmağım. Bu düzgün deyil. Xeyr, mən bitirməliyim. Sən deyirsən, mən deyirəm. Bir dəqiqə, mən sizə cavab verməyəcəm. Mən danışıram, bu Lütfen, dəqiqə. dinleyelim. Amerika inkişaf etmiş ölkədir, doğru mu? Burada toyuq ətinin tükətimi niyə artır? İldən ilə. Bizdə niyə artır? Sizdə niyə artır? Mən əzbər bilirəm niyə artır. Sağlıqlıdır, daha keyfiyyətlidir. Sağlıqlı ayrı bir məsələdir. Keçən il əhali adam başı 16 kilo yeyir. Bu il 20 kilo yeyir. Vətəndaş ehtiyacçılıqdan aldığı bir şey ayrıdır, istədiyi ayrıdır. Hər kəs öz büdcəsinə, yorğanına görə ayağını uzadır. Əlbəttə imkan nəyi çatır, onu alır. Amma bu ət kilosu, broiler kilosu dünyada necə artırsa, elə xəstəxanalarımızın sayı da elə artır. Artıq mən heç... Mübahisə, toyuq əti sağlıqlıdır, yoxsa mal əti? Bilə-bilə. Hansı sağlıqlıdır? Gelin dinleyek lütfen. Dinleyip daha sonra sualı verirsiniz. Siz deyirsiniz müzakirə edin, mən də müzakirə Lütfen. sualı. Müzakirə dinleyek deyil, sonra. o sualdır. Müzakirə ayrıdır, sual ayrıdır. Buyurun.